Salam değerli izleyicilerimiz. Biz hal-hazırda İgid qəhrəman oğullarımızdan biri olan Quliyev Əhmədin ailəsindəyik. Yəni bacısının ocağındayıq. Bugün özümüzə borc bildik. Füzuli rayonu uğrunda gedən döyüşlərdə 20 yaşında gəncəcik bir oğul qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan bir oğulun ailəsindəyik. Bizi bu evə dəvət etdiyi üçün Əhməd Quliyevin doğmalarına, yaxınlarına, hər birinə ayrı-ayrılıqdan öz təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, dəyərli izləyicilərimiz, əlimdə gördüyünüz bu kitabın 20 gün öncə təqdimatı oldu. Bax, dastana sığmayan bir ömür yaşadı bizim qəhrəmanımız Quliyev Əhməd. Biz Əhməd kimi oğullarımızla qürur duyuruq, fəxr edirik ki, bizim belə qəhrəman oğullarımız var. Dəyərli qardaşımızın qisası alınır. Bugün Azərbaycan torpaqları hər biri güşəsində üç rəngli Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır. Səninlə bütöv Azərbaycan qürur duyur, İgid Əhməd. Səninlə bütöv Azərbaycan fəxr edir, vətənləşən İgid vətən oğulları. Mən istəyirəm elə bizim yanımızda bizim ağbirkəyimiz olan Flora ana var. Flora ananı dinləyək, sonra isə burada digər analarımız və xanımlar var, onların hər birini dinləyək. Çox sağ ol Raziyə xanım. Bugün bizi dəvət elədiyinizə görə, biz bu evə Əhmədi deyib gəldiyimizə görə Güllü xanım, sizə birinci təşəkkür edirəm. Sizin ailəmizə, bacılarımıza, qardaşlarımıza təşəkkür edirəm ki, biz belə bir gözəl bir ailə ilə tanış olduq. Belə bir gözəl balanı tanıdıq. Keçən il bəli, biz Füzulidə onun tədbirini keçirdik, onun qəbirüstünə getdik. İnanın ki, o təəssürat hələ də bizim yadımızdan çıxmır. Allah bu ailəyə indən belə pis gün göstərməsin. Həmişə günləriniz xoş olsun. Balalarınızın, nəvələrinizin toylarını görəsiniz. Bəli, Raziyə xanımın kitab təqdimatı həqiqətən də doğrudan da çox gözəl keçdi. Çox belə, bilirsiniz necə, adamı ürəyinə yatdı ki, sakit, gözəl, belə heç bilirsiniz ki, adam heç ruhu incimədi ki, o təqdimatda ki, baxsaydı bir tez sıxılıydı, tez çıxıydı gediylə. Adam elə istəyirdi ki, otursun, qulaq asın. O qədər gözəl çıxışlar oldu, o qədər orada Əhməd haqqında gözəl sözlər deyildi də. Əhmədin o müəlliməsinin inanın ki, çıxışı mənim heç yadımdan çıxmaz. O ki, ona dərs deyib, ondan danışdı. Yəni ki, həqiqətən də bəli, bu günləri biz Raziyə xanımın sizin təklifinizlə, Raziyə xanımın təklifi ilə biz bugün bu evə qonaq gəldik. Bu süfrədə biz də əlimizi atdıq, bir stakan o çayı da içdik. Allah onun ehsanatını qəbul eləsin. Allah sizin bu süfrənizi daim bol eləsin. Qazancımızı, rüzünüzü bol eləsin. Heç vaxtı neyim, necə eləyim deməyəsiniz. Həmişə də belə Əhmədi yad eləyib, Əhmədin adına ehsan süfrələri verəsiniz. Onu həmişə tanıdasınız. Mən bilirəm, siz elə bir bacısınız ki, Əhmədə görə həmişə hər şeyə hazırsınız. Allah ona görə sizin canınızı sağ eləsin. Raziyə xanım, mən də sizə çox öz təşəkkürümü bildirirəm ki, siz də belə bu işlərin dalınacaqsınız. Sizin yanınızda Leyla xanım da, Arzu xanım da həmişə sizlə bərabərdir. Biz şəhid ailələrinin yanındayıq. Ona görə mən həmişə sizə öz minnətdarlığımı deyirəm. Deyirəm də, deyəcəyəm də. Nə qədər bizim bu şəhidlərimizi çox tanıtsaq, o qədər də bizim şəhidlərimiz yaşayacaq. Çünki bəli, 91-94-cü il şəhidləri elə şəhidlərdir ki, 32 il, 33 il, 30 il keçib onların üstündən. Ancaq onları indi biz tanıdırıq. İndi sizin bu yazdığınız kitablarda bizim balalarımız qalır. İndi sizin bu yazdığınız əsərlərdə bizim balalarımız yaşayır. O jurnallarda bizim balalarımız yaşayır. Ona görə mən bir şəhid anası kimi sizə öz minnətdarlığımı bildirirəm. Yazar əliniz var olsun. Mən haçan sizlə danışanda elə görürəm, əliniz yazır. Mənlə danışdınız da əliniz yazır. Fikirləşirsiniz, o ağladığınız günlər, o ağladığınız saatlar, o qəm çəkdiyiniz vaxtlar, Allah belə sizin əziyyətinizi heç vaxt yerdə qoymasın. Həmişə başınız ucu olsun, canınız sağ olsun. Yazın, yaradın, bizim şəhidləri həmişə tanıdın. Sağ olun, çox sağ olun. Mən sizə çox təşəkkürümü bildirirəm.
Bəli, mən kitab haqqında danışmaq istəmirəm. Biz bu kitabın təqdimatını etdik və inşallah mən çalışıram ki, Əhmədin doğulub boya başa çatdığı doğma Qarabağda, Füzuli torpağında da Ne güzel, bu ne kitabın güzel. təqdimatını edim. Yəni Allah onu mənə nəsibi qismət etsin Allah ki, qoysun. yəni qarşıma məqsəd qoymuşam ki, o təqdimatı, yəni Əhmədin ailəsi iştirak etsə də, etməsə də mən o təqdimatı mütləq və mütləq inşallah ki, etmək fikrindəyəm Allahın izni ilə. Allah'ın izniyle. Bəli, Əhməd evin son 5 övladı idi. Bacılarının, qardaşlarının son 5'li idi. Ailənin sevimli övladı idi. Atasını elə körpə yaşlarından itirən Əhməd bacılarını, qardaşlarını özünə ata bildi. Burada bizim yanımızda Əhmədin bacısı Gönçə xanım var. Mən istəyirəm ki, Gönçə xanımı da dinləyək. Buyurun Gönçə bacı. Çok sağ ol Raziye bacı. Allah köməyin olsun. Əhməddən ötəri çəkdiyin əziyyətləri halal et. Allah hamınızdan razı olsun. Hoş gəlmişsin Çok sana. sağ ol. Əhmədi deyib gələn bütün kitabı təqdimatında gələnlərdə, buradakilarda hamısının bizim gözümüz üstə yeri var. Hamısı bizim əzizlərimizdir. Əhmədi sayıb deyib gəliblər. Çox sağ olun. Çok sağ olun. Canım. Əhməd bizim en büyük yaramız oldu. Bizim 4 kardeşimiz öldü. Ama Əhməd en büyük yaradı. Benim anam deyərdi ki, Əhmədin dərdi yoxdur. Çünkü deyirdi, birinci eldən gələn qədər deyirdi, ay bak, mənim balam ölməyib var, gör kimlərin balaları ölmür. İkinci də deyirdi ki, Əhmədin balası yoxdur. Balası olanlardır mənim dərdim. Ama indi mən deyirəm, mama, ruhun şad olsun, mama. Torpaqlar alınıb, Əhmədin ziyarətlərinə getmişik. Amma mama, elə dərd Əhmədin dərdidir. Əhmədin nişanəsi yoxdur. Kimin heylə balası var. Nişanəsiz balası var, Əhmədin bacıları. Allah canı səbir gözür versin. Allah hamımıza səbir versin. Allah sizlərə səbir versin. Ölənlərlə rəhmət eləsin. Bəli, Bir də ki, torpaq uğrunda ölüb. Vətən uğrunda ölüb. Biz ondan qürur duyuruq. Evet. Əhməd bizim qürur yerimizdir. Əhməd son 5'i olursa da elə bir ağsaqqalıdır Əhməd. Allah'ımız haqqı çox şey şişirtmə danışırlar, kitabda da şişirtmə yazılır, amma yox. Bizi tanıyan, bilən bizim ailəmiz şişirtmə bir ailə olmuyor. Gönçə xanım, mən sizin sözünüzü kəsirəm. Deməli, Gönçə bacının sözünün növbəti bu kitabda yazılan yazılar Əhmədi tanıyan hər bir kəsin özünün dediyi sözlərdir. Biz onu qələmə almışıq. Yəni bu kitabda yazılanlar Əhməd haqqında onun dostlarının, sinif yoldaşlarının, döyüş yoldaşlarının dediyi sözlərdir ki, qələmə almışıq. Hamısı olmuş şeylərdir. Yəni onlar da şişirtmə bir şey olmaz. səslərini atmışdılar mənə öz səsləri ilə. O yazıları göndərənlər, yazmağı bacarmayanlar səs atmışdı. Həqiqətən də o səslərin içində elə səslər var idi ki, o səsdə bir titrəyiş vardı. Bu yaxınlarda bir 2 gün öncə Gülhəvva ana da mənə bir deməli Ramilin döyüş yoldaşının səsini atıb, həqiqətən də gecə yarı idi, bilmirəm, saat 2 idi, 1 idi. Gülhəvva ana onun o səsi mənə atanda, mən o vaxtlar səslərin çoxuna qulaq asmıram, amma o səsə qulaq asdım, mən səhərə qədər yata bilmədim. Onun Ramil haqqında dediyi sözlər mənim bütün demək olar ki, elə bir ki, vücudumu titrətdi ki, yəni bu oğullar haqqında gör bunların döyüş yoldaşları, səngər yoldaşları, silahdaşları necə qürurla danışırlar. Dəyərli izləyicilərimiz, Ben orada sifte adam bir cür olur, danışmağa da neyse de tutulursan ama orada ben sonradan özümü bağışlamadım. Niye çıkıp orada bütün iştirak edenlere niye teşekkürümü bildirmedim? Allah hamınıza can sağlığı versin. Ölenlerinize kurban olun. Balalarınıza kurban Allah olun. eylemesin. Öyle değil. Orada kim Bütün geldi şəhidlərimiz əziyyət çəkdi, qurban. kim orada Əhməd haqqında danışdı. Vəbşə bu Flora bacımın sözü olmasın, o saat neçə saat orada şey getdi, elə bir ki, elə bir iş bir yarım saat, 5 saat çəkmədi. O qədər hamı bizə ürək-dirək verdi hərəkəti ilə, danışığı ilə. Nə bilim, biz özümüzü, mən elə bilirdim biz orada təkik, siftə. Elə başa düşürdüm. Amma elə bildim ki, hamı yanımızdadır. Doğmalarımsınız, əzizlərimsiniz. Orada da dedim, sizin çəkdiyinizi biz 30 ildir çəkmişik. Ay təzə çəkənlər, qurban olum dərdinizə.
Allah bir de belə elə günləri heç kimə göstərməsin. Amin. Elimizin, obamızın üstündən bu qara bulutları Allah görsün. Erməninin yolun bağlasın. Onları özləri kimi zalimlara tuşlasın. Allah'ım özün rəhmələ millətimizi qoru. Sağ olun. Hoş gəlmisiniz. Bir Çox daha sağ olun. gözünüz üstə yeri. Mən istəyirəm elə yanımızda bizim qəhrəman oğulları dünyaya gətirən analarımız da hər birindən dəyərli analardır, biri-birindən dəyərlidirlər. Hər biri bizim üçün əzizdir, bacılar da, analar da bizim üçün şəhid əmanətləridir. Mən istəyirəm ki, Leyla ananı dinləyək. Leyla ana, buyurun. Şəhid kəşfiyyatçı Əhməd Ölüqarın anasıyam. Bugün Güllü bacı Allah qardaşına qəni-qəni rəhmət eləsin. Qardaşın başda olmaqla cəmi dünyasını dəyişənlərinə Allah rəhmət eləsin. Açdığın çarşı süfrəsinə Allah qəbul etsin. Bizim ancaq gücümüz çatan odur ki, şəhidlərimizin adını müqəddəs tutaq. Həmişə qürur duyaq. Çünki onlar bizim qürur yerimizdir. Şəhid sözü Qurandan götürülmək kəlmadır. Çünki onlar anadan olandan şəhid böyüyürlər. Çünki şəhidlərin valideynlərini, əzizlərini dindirirsən, görürsən, deyirsən, o uşağın xarakteri mənim də uşağımda var, mənim uşağımda olan xarakteri onun bacısında, qardaşında da var. Yəni, bir daha bizi bir araya gətirən, biz yadları bir-birinə doğum eləyən əziz şəhid balalarımıza Allah qəni-qəni rəhmət eləsin. Çünki o hər birimizin qürur yerimizdir. Çünki balalarımız eldən gedir, evdən getməyir. Eldən gedən balalara mən İlqarın bu qarın anısıdır. Sizə təşəkkür edirik, Leyla ana, minnətdarıq. Və yanımızda elə doğma Qarabağdan olan Rəxşəndə ana var. O da gənc oğlunu, bax Qarabağ uğrunda gedən haqq savaşında onun oğlu qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalır. Ceyhun, Allah verdiyinin anası. Buyur Rəxşəndə ana. Kərimovun anası, üzülür sana. Öncəliklə Raziyə xanım, sizə çox təşəkkür edirəm. Çox sağ olun, Allah sizləri qorusun. Yaxşı ki varsınız, yaxşı ki yanınızdasınız. Sən də, Leyla xanım da, Arzu xanım da. Həmişə bizim yanınızdasınız, bizə dəstəksiniz, bizə ürəkdirək verirsiniz. Allah sizləri qorusun. Güllü bacı, biz bugün Əhməd balamızın ocağındayıq. Allah rəhmət eləsin, yeri cənnət məqamı olsun. Mən Kərimov Ceyhun Allah verdi oğlunun anasıyam. Mənim oğlum kəşfiyyatçıydı, hamıdan öndə gedərdi. Nə varsa geriyə xəbər verərdi. O Sənan Universitetinin 3-cü kurs tələbəsi idi, institutunu yarıçı qoydu, getdi. Axıcı döyüş Bolqara qəbul oldu. Komandirlik, özü yaralı komandirini xilas elədiyi zaman şəhid oldu. Şəhidliyindən sonra oxuduğu məktəbi, 61 məktəbi onun adına verdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət məqamları olsun. Allah Güllü bacı, sizin kimi bacıları qorusun, yaxşı ki varsınız, yaxşı ki bütün analar evlatlarını yaşatdığı kimi siz də qardaşınızı yaşadırsınız. Çox sağ olun, çox təşəkkür edirəm Raziyə xanım. Çox sağ ol Rəxşəndə ana. Mən elə burada mənim həmkarım var. Arzu xanım, sizi yanıma dəvət edirəm. Zəhmət olmasa yanıma gəlin. Hər zaman şəhid tədbirlərində sizi də anaların yanında görürük. Tədbirlərin təşkilatçısı, aparıcılığını edirsiniz və bunu sevə-sevə canı könüldən edirsiniz. Sizi də bir kəlmə dinləyək, zəhmət olmasa. Xoş gördük hər birinizi, əziz və hörmətli şəhid analarımız, şəhid ailələri. Əlbəttə ki, şəhidlərimizin xatirələrini yad etmək, onun günlərini qeyd etmək bizim hər birimizin borcudur. Çünki vətən uğrunda canını fəda edən, torpaqları düşmənə verməsinlər deyə şəhid olan 90-cı ildən bəri nə qədər şəhidlərimiz varsa, hər birinin xatirəsi bizim üçün əziz və doğmadır. Onların xidməti danılmazdır. Hər birimizə bəllidir ki, onlar 44 gün deyil, illərlə, 3 il, 5 il hətta döyüşüb şəhidlərə ovşan oğullarımız var. Yəni, o oğulları yaşatmaq bizim üçün şərəfdir, fəxirdir ki, biz hər zaman o anaların yanında olaq və onların oğullarının unudulmadığını görsünlər. Onlar bilməlidir, bilirlər də. Şəhidlərimiz nə qədər bizim üçün əziz və qiymətlidir, dəyərlidir, xalqımız üçün, Azərbaycanımız üçün. Şəhidlərimizin deyərdim ki,
o körpə balalar, hansı ki toy görməyən, ailələrindən kənarda qalan şəhidlərimiz var ki, toysuz şəhidlərimizin içərisində olan Eminimiz, Əhmədimiz, Ceyhunumuz, Elşanımız, əlbəttə ki, İlhamımız, bir çox İlqarımız, bir çox oğullarımız var ki, onların ailələri onların toyunu görmədilər. Yəni, biz Füzuliyə gedəndə Əhmədin məzarını getdik, ziyarət elədik. Nə xoş bizə ki, biz bu günləri görə bilirik. Nə xoş bizə ki, 44 günlük Zəfər müharibəsini bizə yaşadan o oğullarımızın sayəsində biz bugün Qarabağımıza gedə bilirik. Şəhidlərimizin məzarını tapıb onları ziyarət edə bilirik. Üstündən 30 ildən yuxarı keçməsinə baxmayaraq. O şəhidlərimizdən biri də Əhməddir, bəli. Biz Əhmədin bacısı Güllü xanımı tanıyanda əlbəttə ki, onun nə qədər qardaş acısının ağır olduğunu gördük. Biz özümüz də qardaş itirən bacılarıq, şəhid bacılarıq, şəhid qardaşları. Onlar valideynlərinin həyatda olmamağından dolayı bugün öz şəhidlərini çalışırlar ki, yaşatsınlar, tanıtsınlar. İllər keçməsinə baxmayaraq sizin kimi bacıları tanımaq bizə xoşdur, Güllü xanım. Siz bizi Füzuliyə dəvət etdiniz, biz getdik və həqiqətən də bir bacı üçün qardaş itkisi ağırdır. Anadan sonra ona yanan onun bacısı olur. Evinizdə qonaq olduq, məzarı ziyarət etdik. Bütün şəhidlərimizin hər biri bizim üçün doğma və əzizdir, bunu yenə də qeyrələyirəm. Və bu yaxınlarda da Əhmədin adına yazılan kitabın təqdimatı keçirildi. Raziyə xanımın sayəsində sağ olsun ki, o kitabda qələmə almışdıq Əhmədi. Biz sizləri məhz fəal xanımların sayəsində tanıya bilirik və ya öz ailəsi deyəndə ki, mənim şəhidim kimdirsə biz tanıya bilirik. Axı biz hər kəsin evində ola bilmirik. Hər kəsi rayonlarda, kəndlərdə, qəsəbələrdə çox şəhidlərimiz var ki, biz onları hamısını bir-bir gedib tapa bilmirik. Gərək ailələr özləri bugün yaşasınlar, ailələr özləri şəhidlərini tanısınlar ki, biz də tanıya bilək. Əlbəttə, biz Əhmədi tanıdıq və onun ailəsini tanıdıq, bacılarını tanıdıq. Məqamı ucaq olsun, Güllü xanım. İndi isə sizin evinizdəyik və Əhməd kimi oğulları yaşatmaq, onların barəsində kitablar yazmaq, jurnallar buraxdırmaq. Raziyə xanım, xidmətiniz danılmazdır. Bir elin, bir obanın evlatlarısınız, bilirəm. Yəni sizin bu qədər şəhidlər haqqında yazdığınız bu kitablar hamısı işinizi görür, tanınır. Mən sizə təşəkkür edirəm. Biz könüllü olaraq bu yola çıxmışıq. Yolumuz haqq yoludur. Əlbəttə ki, bizim də qəlbimizdə bir vicdan var ki, o vicdan sızıldayır. Mənim partiya yoldaşım Elşad Əliyevdir. Elşad Əliyevi yaşatmaq, düzdür, Florana, Allah ömür versin, sağdır, bugün yanımızdadır. Amma mən harada oluramsa, heç şəhidlərin bəzilərinin anaları heç yanında deyil, amma mən o oğulları vurğuluyuram. Özündən sonra görməsi doğulan o uşaqlar, itkin düşüb, torpağı qarışan o oğullar, iki oğlunu itirmiş analar, sizlərin yanında olmaq bizim üçün şərəfdir. Sizlərin ağrısı, ağrımız, acısı, acımızdır. Əlbəttə, biz sizin qədər çəkə bilmərik o ağrını, amma çalışırıq ki, az da olsa sizin yanınızda olaq, sizlərə zərrə qədər də olsa dayaq ola bilək. Biz, Leyla xanım, sizin kimi xanımlara da təşəkkür edirik ki, siz qəlbiniz hər zaman Azərbaycanla görünür, siz hər zaman xeyrə işləri ilə, şəhidlərin yanında olursunuz. Özünüz başqa ölkədə yaşamağına baxmayaraq, amma şəhidlərimizi yaşayıb yaşadırsınız hər zaman, orada da, burada da insanlar verirsiniz. Bəli, mən burada Sevinç xanımı da vurgulamaq istəyirəm, o da bir şəhid. Arifin bacısıdır. Füzulidə döyüşə gedib, bəli. Bizim bir çox oğullarımız Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə qovuşub. Çünki ilk öncə məhz Füzulidən başladı döyüş. Ona görə bizim 2000-dən yuxarı 44 günlük Zəfər müharibəsində bir çox şəhidlərimiz də 90-cı ildən bəri 91, 92, 93, hətta 94-cü illərdə belə Füzuli uğrunda bir çox itkilərimiz olub. Şükür bugünə
şəhidlərimizin məqamı ucal olsun, məkanları cənnət olsun. Onların ruhu qarşısında baş əyirəm, şəhid ailələri sizin qarşınızda baş əyirəm. Mən də öz adımdan danışıram bugün burada. Yəni çalışıram ki, bacardığım nə varsa, əlimdən nə gəlirsə, arzu olunan yerdə olum. Əgər bir şəhidin ailəsi məni öz tədbirimdə görmək istəyirsə, məni öz ailəsinin içində görmək istəyirsə, mən o yerdən heç zaman qalmıram. Baxmıram heç nəyə, laf evdə nə qədər vacib işim olsa belə, hər şeyi qoyan bir kənara deyirəm, o ailə məni arzulayır, məni istəyir. Gedirəm o ailənin yanında oluram. Yəni, bacardığım nədirsə, haqqınızı bizə halal edin ki, biz bu işləri məhz sizlərin yanında olmaq üçün deyil. Biz şəhidlərimizin qarşısında vicdan borcumuzun olduğunu ödəmək üçün, az da olsa, zərrə qədər də olsa, ödəmək üçün sizlərin yanındayıq. Haqqınızı halal edin. Tanrı sizləri qorusun. O gün olsun ki, İlhamın inşallah ki, məzarı bəlli olsun. Biz ziyarətinə gələk sizin evinizə. Hərənin özünə məxsus bir dərdi var. Biz hər birimizin dərdinə hörmətlə yanaşırıq. Çünki şəhidlərimiz təksizin yox, artıq bütün Azərbaycanımızdır. Allah şəhidlərimizin məqamını uca eləsin. Rəzəqəm sizlərə ümid versin ki, sizlər bu işləri görməkdə, şəhid ailələrin yanında olmaqda bizləri də vəsilə edirsiniz. Bizlər də tanıdıq, tanımadıq, o ailələri artıq tanıyırıq, içində oluruq və sevirik. Çox sağ olun. Təşəkkür edirəm sizə Arzu xanım, minnətdaram. Bəli, dəyərli izləyicilərimiz, biz bir yola çıxdıq. Yolumuzun adı Uğur yoludur. Bu yolda hər kəsə mən uğur diləyirəm və çalışırıq ki, hər zaman igid qəhrəman oğullarımızın xatirəsini uca tutaq. İgid oğulların xatirəsini uca tutan xanımlardan biri də az öncə Arzu xanım qeyd elədi, xeyirsevər, daima şəhid ailələrinin yanında gücü çatdığı qədər xeyriyyə işləri görən, şəhidlərimizin xatirəsinə bulaqlar inşa elətdirən Leyla xanım var burada yanımızda. Qürbət eldə yaşasa da daima çalışır ki, ürəyi vətən eşqi ilə döyünsün. Hər zaman çalışır, ailələrin yanında olsun. Bu son aralar o qədər yüklənib ki, Leyla xanımı görəndə elə bir ki, dünyanın bütün yükünü onun çiyinlərinə yükləmisən. Bu arada Leyla xanıma biz dərin hüzünlə başsağlığı veririk. Doğmalarını itirib, Allah rəhmət eləsin, Allahdan rəhmət diləyirik və istəyirəm ki, nə qədər çətin olsa da Leyla xanım siz də bir-iki kəlmə öz ürək sözlərinizi Əhmədin ailəsinə çatdırasınız. Mən də hər birini salamlayıram. Biz Əhmədin qarşısının evinə gəlmişik. Ailələrinə can sağlığı arzulayıram. Biz Füzulidə də hətta olduq. Əhmədin qəbrində ziyarət etdik. Gülü xanım bizi çox qarşıladı. Doğmalarımla bir yerdə qarşıladı. Elə də bugünkü gündə qonaq çağırıb. Mən bütün şəhid analarının, bacılarının qarşısında baş əyirəm. Hər birinin əllərindən öpürəm. Şəhidlərimizin bizim borcumuzdur şəhidlərimizi yaşatmağa. Nə ki biz varıq, şəhidlərimiz var, nə ki Azərbaycan var, şəhidlər var. Başımızın tacıdır. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin, ruhlarını şad eləsin. Zaten onlar cənnətdədir. Arzu xanım nə var dedi, çox danışmaq istəmirəm, yormaq da istəmirəm. Allah hər birinizə səbir versin. Siz nə ki yaşayırsınız, şəhidlərimiz yaşayacaq. Çox sağ olun. Bacı belə yaşadı, bacılar da yaşadı. Unutmurlar. Var olun. Allah sizləri qorusun. Təşəkkür edirəm Leyla xanım sizə. Burada bizim iki anamız əyləşib yan yana. Anamızın biri illərdir yol gözləyir. Onun üçün nə qədər çətin olsa da, amma şərəfli bir yol gözləyir, qürurlu bir yol gözləyir. Biz anamıza Allahdan səbir diləyirik. Yanında oturan digər ana da öz oğlunu 19 sentyabrda antiterror əməliyyatları zamanı vətənə qurban verən analarımızdandır. İstəyirəm ilk öncə Elmira ana siz danışasınız, sonra Ramilimizin anası danışsın. Əvvəllər çox sağ olun. Hansı məclisə gedirsiniz də bir itkin anası kimi məni də dəvət edirsiniz. Çox sağ olun. Allah razı olsun hər birinizə. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Ya 90'ları, ya 44 günün, ya terörü, hamısı mənim balalarımdır. Hamısı eyni amal uğrunda, eyni torpaq uğrunda gediblər. Allah hamısına rəhmət eləsin, qazilərimizə də Allah can sağlığı versin. Sevil Güllü xanım. Güllü xanım, Allah sizin də qardaşınızı rəhmət eləsin.
Allah sizlərə səbir, dözüm versin. Bir daha Allah rəhmət eləsin. Sağ olun. Çox sağ ol Elmira ana. Allah sizi var eləsin. Allah sizə səbir versin. Gülhəvva ana, nə qədər çətin olsa da bu son günlər biz Gülhəvva ana ilə gecə saat 1, 2 bax belə yazışmağa başlayırıq. Onun da yuxusu yoxdur. Ramil haqqında çoxlu yazılar, sözlər göndərir mənə. Bilirəm ki, o ana da nələr çəkir. İstəyirəm ki, qürurlu ana, qəhrəman oğul anası sizi dinləyək. Hər anıya da nəsib olmur ki, onun oğlu haqqında döyüş yoldaşları ilə gözəl sözlər desin. Buyurun. Mən də ilk öncə hamınızı salamlayıram, hamınızı xoş gördük. Əhməd balamızın ocağında, işığında bugün Güllü bacının evinə yığışmışıq. Qardaşla Eysan süfrəsində oturmuşuq. Allah'a nə səbir versin, dözüm versin. Mən də tanımayanlara deyim, mən də Antikada o zamanı şəhidliyə yüksəlmiş Ramil Rəhimovun anasıyam. Hansı ki, 2 qız evladı əmanət qalıb. Bilirsiniz, çox çətindir. Şəhid əmanətlərini qorumaq, saxlamaq, Allah səbir versin. onlara baxmaq olduqca çətindir. Allah'a nə səbir versin, dözüm versin. Mən bacılara təşəkkür edərdim ki, onlar da analar qədər o övladları, o şəhidləri yaşatmağa çalışırlar, bacardıqları qədər də yaşadırlar, tanıdırlar. Onlara təşəkkür edirəm, elə bacılara. Elə bacılar barmaq sayıdır. Bacılar çoxdur, şəhid bacıları. Amma barmaq sayıdır. Barmaq sayıdır. Dünyasının dəyişən valideynlərini əvəz edirlər. Əvəz eləmək olmur, amma çalışırlar ki, əvəz eləsinlər. Mən onlara təşəkkür edirəm. Analar yaşadırlar, bacardıqları qədər. Neçə ki sardılar, oğulları yaşayır, neçə ki dünyasını dəyişdi. Həmən gündən oğullar da unudulur. Görürük biz də bunu gedəndə xiyabana. Hamısını görə geri gəlirik. Hamıya səbir diləyirəm. Allah itkinlərimizdən bir xəbər çıxarsın. İtkinlərimizin qapısını açsın. Ana bacıların gözləri yoldan yığılsın. Allah nə bilim, cəm şəhidlərimizə ruhunu şad eləsin. Analara bol-bol səbir versin, dözüm versin. Bir də heç bir bala gözü yaşlı qalmasın. Mən Raziyə xanım bayaqdan deyir. Ramil şəhid olandan bir dənə onu demək istəyirdim ki, görən son sözü nə olub. Bildim son sözünü. Son sözü olub ki, döyüş yoldaşı yazıb göndərib, qızım oldu. Son sözüm olub. Allah o kız balamızın bəxtini gözəl etsin. Atasının adına layiqli bir övlad kimi versin Gülhəvva ana.